Hipotiroidi tənbəl zob nədir? Qalxana bənzər vəzin hormonların azalması nəticəsində metabolik olaraq yavaşlama ilə müşahidə olunan bir xəstəlikdir. Birincili, ikincili hipotalamik növləri vardır. 99% hallarda qalxanvari vəznin özünün xəstəliklərinə bağlı olaraq birincili forması olur. Qadınlarda kişilərdən 5-8 dəfə çox rast gəlinir. Ciddi yod əksikliyi olan bölgələrdə ən sıx səbəb yod əksikliğinə bağlıdır. Amma digər bölgələrdə isə Hashimoto tiroiditi dediyimiz xronik otoimmun tiroiditdir. Digər səbəblərə qalxanvari vəznin əməliyyatları, radioaktiv yod alınması, boyuna şüalanması, dərman maddələri, tiroiditlər, infeksion xəstəliklər, hipotalamus və hipofisin şişləri səbəb ola bilərlər. Simptomları nələrdir? Ən çox rast gəlinən simptomları halsızlıq, yorğunluq, dəri quruluğu, saç tökülməsi, kilo alımı, unutqanlıq, depressiya, qəbizlik bunlar səbəb olur. Ciddi durumlarda isə süd vəzindən gəlməsinə səbəb ola biləcək qədər prolaktin yüksəklikləri, plevral maye, perikarda maye yığılması simptomlar ola bilərlər. Əgər bu simptomlardan bir və ya bir neçəsi sizdə varsa, mütləq ən yaxın zamanda bir həkimə müraciət edin.